I think it's very different stuff we are talking about, and I believe, like the national team have the coach who is responsible for the players when they are in the national team, and he analyzes, because I can watch the game and say my opinion, but the tasks, the tactical tasks, like I don't know what is agreed for the game, what is in the game plan, but I think all three of them are, first of all, outstanding personalities. I think very good players, very good mentality players. Like we know the characteristics of them, and I think they're still at that age that they have a lot to give, not only to Sabah but also to Azerbaijan football. Düzdür, bunlar məncə müqayisə eləmək düzgün deyil. Bunlar fərqli bir şeylərdir. Hər məşqçi öz komandasından məhsuldur. Milli komandanın məşqçisi də yəqin ki, taktiki baxımdan, oyun planından fərqli şeylər fikirləşir, o da ona görə hərəkət eləyir. Mən ancaq öz oyuncularım barəsində deyə bilərəm ki, mənim oyuncularım, adını çəkdiyiniz oyuncular çox möhtəşəm mentalitet, çox yaxşı mentalitetə sahib, çox yaxşı şəxsiyyətlərdir, oyuncu kimi də çox yaxşı oyunculardılar və onlar bu yaşlarda çalışmalılar ki, Sabah və milli komanda üçün daha çoxunu versinlər.